Mən həmişə pozitiv yanaşıram. İndi hal-hazırda ola bilsin ki, tələbə bəli, arzuluyur, xaricdə oxumaq istəyir, Avropada oxumaq istəyir. Amma hal-hazırda o yetərli deyil. Onun portfoliosu və bilikləri yetərli deyil, dil səviyyəsi yetərli deyil. Bu o demək deyil ki, dünyanın axırıdır. Mən həmişə deyirəm ki, arzu elə bir şeydir ki, bu gün arzuladım, sabah olası deyil. Arzu elə bir şeydir ki, bir yol getmək lazım idi onun. Onun üçün yol getmək lazımdır. Təhsil üçün də heç vaxt gec deyil. Əgər sizdə, məsələn, məktəblisiniz və bakalavr üçün xaricdə təhsil almaq istəyirsiniz, Avropa təhsil almaq istəyirsiniz, amma indi alınmırsa, bakalavrı öz ölkəmizdə də oxuyub sonra magistraturanı hədəfləyə bilərsiniz. Və yaxud sonrakı təhsilinizi məhz Avropada, xaricdə istədiyiniz kimi ala bilərsiniz. Biraz daha olgunlaşarsınız, biraz daha bilikli olarsınız. Yəni mən həmişə deyirəm, tələbələrə məsləhətim odur ki, pozitiv yanaşın, öz üzərinizə işləyin. Bu gün sabah alınmırsa, birisi gün alınacaq.